Marco merkez xətti keçir. Ötürmə etdi Leandro Andrade. Sağda Nərman Axundzadə var. Nərman cər meydançasına daxil olur. Nərman mərkəzi meylənir. Nərmanın zərbəsi və top qapıya daxil olur. 1-0 öne keçir Qarabağ. 80-ci dəqiqədə Nərman Axundzadə sol ayaqla qapını dəqiqşən alır. Nərman sonlarında isə başlı Qarabağ. Məsuliyyəti üzərinə götürür Nərman Axundzadə və yaxın küncə topu göndərir. Əmrah Buludun bağladığı cinaha getdi top. Nərman Axundzadənin qoluyla 1-0 öndədir Qarabağ. Pedro Picalho oyunda da artıq qapı qarşısına indi ötürmə və 2-0. Ötürmə deyil də bu gol idi. Leandro topu sağına çəkir. Ötürməsində bəli Elvin Yunuszadə. Bizi Premier Ligasının 3-cü turunda olduğu kimi bu qarşılaşmada da Qarabağla maçda öz qapısına yol tapır. Topu öz qapısına göndərdi. Sözsüz ki, məqsəd orada ölkə kubokunda ilk 5 oyunun nəticəsində yekununda misli Premier Ligası komandaları 4-də 1 finala yüksəldilər. Sabahda 3 oyun var. İndi 3-cü qolu vura bilər Qarabağ və bu da 3-0. Nərman Axundzadə özünün ikinci komandasının 3-cü qolunu vurur. 3-0. Nərman Axundzadə dubl edir. Fərqlənir Nərman. Leandro Andrade'nin məhsuldar ötürməsini qola çevirdi. Qarabağ hücumçusu. Səkkiz final mərhələsinin ən böyük hesablı qələbəsidir. Bu ana qədər heç bir komanda 2-dən çox gol vurmamışdı. Ölkə kubokunun 8-1 finalında cari mövsüm. Qarabağ bunu bacarır. Artıq rahatlıqla Qarabağı bir daha yada salım hadisələri. 80-ci dəqiqədə Nərman Axundzadə hesabı açdı. 83-cü dəqiqədə Elvin Yunuszadə topu öz qapısına göndərir 2-0 və 88-də Nərman Axundzadə 3-cü topu keçirir Karvan Yallahın qapısından. 3-0. Əli